Burada akşamlar hamı çıxıb belə gəzir küçədə. Millət var. Bir də belə qrup var oynayırlar. İçində məşhurdur. Burada böyle maraqlı söhbət var. Deməli buradan içki alırsan, amma içkilərin qiyməti bax elə bir şey bir jatda. Orada qalxıb düşür. Hər an qiymətlər dəyişir. Ona görə insanlar içki alırlar. Yəni məsələn indi aldım 5 dəqiqə sonra başqa qiyməti olur. Çox maraqlı söhbət. Böyle bir şəhərin mərkəzi. Bu axşamlar hamı millət də düşür sonra. Bu Çində yaşayan insanlar ümumiyyətlə bu vaxtı gəzməyi sevirlər. Çünki orta çox isti olur. Bir də mən dəli kimi düşmüşəm ortalığa gəzirəm. Baxmıram istidir soyuq.